O gün Füzuli rayondayıq, Füzuli şəhərdə Məhəmməd qardaşımızın dilinə gəlmişik, 5-ci ilinə, ananın yanına gəlmişik. Ana Allah qala rəhmət etsin, uşaqlarımızı səbirləsin. O gün bura sənin başa tutulmasın, şəhid analar, şəhid ataları, hamısı sənin kimi dərtlidir. Allah hamısının balasına rəhmət etsin. Bu gün bir fəxrlə, bir qürurla sənin huzura gəlməyə, bir özümüzə qürur veririk. Bugün əmim Sərman zəng elədi ki, Füzulda şəhid Məhəmməd İqidəmidir, oraya gedirik. Mən qürurla sağ olsun əmmə deyirəm ki, əmim elə mənə təşkil elə gəldim, qürurla bura gəldim. Bugün Məhəmməd qardaşımızın timsalında nə qədər şəhidimizə hamısına deyirəm, Allah rəhmət eləsin. Bugün bu şəhidlərimizi biz boşlayıq. Ona görə ki, sizin kimi analar da boşlayır ki, sizin kimi analar yaşayın ki, balaz yaşasın. Sizin kimi analar huzuruna gəldikcə büyük qürur duyuruq, fəxr edirik. Mən hər zaman demişəm, deyirəm, mənim üçün ziyarətçiliklər sizin kimi analarsınız. Elə şəhidlərimi ziyarət etməkdir. Allah sizə var eləsin. Amin. Allah şəhidlərimizə hər birinizə dəyməsin ki, sizin kimi gözəl insanlar tanıyın, sizin kimi gözəl analarla yanında olmaq bizim üçün böyük bir qürur, fəxr. Çox sağ olun. Allah köməyiniz gəldiyinizə görə təşəkkür edirəm minnətdaram hər birinizə. Hər şəhidin anasının yanından keçəni mən görmüşəm. Çox sağ olun. Bu gün məni tək qoymadığınız üçün hamınıza minnətdaram.